günümüzdə autizm spektr pozuntusu diaqnozu almış uşaqlar və yaxud da ki, ailələr hələ də bu öz uşaqları üçün, məsəl üçün, tam sərbəst şəkildə bağçaya apara bilmir. Çünki digər valideynlər tərəfindən qəbul olunması biraz zaman alır. Çünki bəzi miflər var, yanlış inanclar var ki, öz aktuallığını hələ də qoruyub saxlayır. Autizm spektr pozuntusu həyatın ilk etabında mövcud olan və özünü biruzə verən əsasən də iki inkişaf sahəsinə, yəni sosial bacarıqlar və eyni zamanda məhdud maraq və təkrarlanan davranışlara təsir göstərən sinir inkişaf pozuntusudur və xroniki gedişata malikdir. Xroniki gedişat nə deməkdir? Fərdə təsir müddəti uzun müddətlidir. Yəni elə bir etap yoxdur ki, bu etapdan sonra gedəcək, silinəcək və s. Buna görə də günümüzdə autizm spektr pozuntusu bir fərqlilikdir. Bir, demək ki, xəstəlik kimi sayılmır. Və autizm spektr pozuntusu yeni təsnifata əsasən hansı şəkildə qoyulur diaqnostika? Demək ki, biz az öncə dedik ki, iki spektra təsir göstərir. Sosial bacarıqlara, bunlara ünsiyyət və münasibətin məhdudluğudur, yəni ünsiyyət və qarşılıqlı əlaqənin məhdudluğu. İkinci qrupa təkrarlanan davranış və məhdud maraqlardır. Birinci qrupa daxil olan 3 simptom var. Yəni, bir uşaq hansı simptomlara malik olmalıdır ki, autizm spektr pozuntusu diaqnozunu alsın? Birincisi, sosial-emosional məhdudluğun olması, non-verbal ünsiyyətdə məhdudluğun olması, həmyaşıdlarla münasibət və ünsiyyətə başlamaqda və yaxud da ki, davam etdirməkdə çətinliyin olmasıdır. İkinci qrupa daxil olan təkrarlanan davranış və məhdud maraqlardan təkrarlanan davranışın, təkrarlanan oyunun, təkrarlanan nitqə malik olması, rutinlərə bağlı qalması və onların dəyişkənliyini tolerə eləyə bilməməsi, yəni dözümsüz olması, məhdud maraqlarının olması, artmış və ya da azalmış emosional maraq və ya da ki, reaksiyalar, yəni hər hansı bir hadisə qarşısına ya ümumiyyətlə reaksiya vermir, ya da adaptativ reaksiya vermir, yəni həddindən artıq reaksiya verir. Yəni, qısası, bir uşağın bu diaqnoza sahib ola bilməsi üçün A qrupa, yəni sosial ünsiyyət və münasibət məhdudluq qrupuna daxil olan 3 simptoma və B qrupuna təkrarlanan davranış və məhdud maraqlardan minimum bir simptoma malik olmalıdır. Yəni, biz burada bütün simptomları axtarmırıq. Burada minimum bir, digərində isə 3 simptom. Sual oluna bilər ki, bəli, mənim övladımda bu diaqnoz təsdiq olunubdur, amma B qrupuna daxil olan heç bir simptomu yoxdur. Bu zaman biz onda sol işarəsi altına almalıyıq bu diaqnozu. Çünki bir uşaqda ASP üçün 2 qrupdan da simptomlar olmalıdır. Amma A qrupuna 3 simptom tamamilə özünü göstərməlidir. Ümumiyyətlə, beynəlxalq klassifikasiyada ümumiyyətlə 2 mənbədən istifadə olunur. Birinci, Amerika Psixiatra Assosiasiyası tərəfindən təsdiqlənmiş mental, ümumiyyətlə, psixi pozuntuların diaqnostik və statistik əl kitabı DSM-5 2013-cü ilin nəşridir. Digəri isə ICD, bu Avropa Psixiatriya Assosiasiyası tərəfindən qurulmuş mental pozuntular və xəstəliklərin beynəlxalq statistik klassifikasiya kitabıdır ki, 2015-ci ildə yenidən çıxıbdır. Bu ICD-11-dir. Yəni, bu iki versiyadan istifadə olunur mənbə kimi. Bu iki versiyada fərqlər var, amma çox da elə də çox deyil. Ancaq bunların arasında ən çox istifadə olunan DSM-5-dir. Və biz DSM-5-ə əsasən diaqnostikanı aparıb bu üzrə danışacağıq. Bildiyimiz kimi DSM-4-dən DSM-5-ə keçid 2013-cü ildə olubdur. Eyni zamanda bu keçiddə ən böyük dəyişiklik ilə autizm spektr pozuntusu üzrə oldu. Demək ki, 2013-cü ilə qədər DSM-4-dən autizm sindromu geniş yayılmış inkişaf pozuntuları diaqnozunun altında idi. Bu zaman autizm sindromu, Asperger sindromu, uşaqlığın dezintegrativ pozuntusu, Rett sindromu, bir də geniş yayılmış inkişaf pozuntusu, yəni digər adla adlandırılmayan non-spesifik geniş yayılmış inkişaf pozuntusu adı altında birləşdirilirdi. Amma nə üçün keçid oldu? Burada 2012-ci ildə belə bir təcrübə oldu Amerikada. 100 diaqnozunu almış şəxs fərdi 13 müxtəlif bir psixi klinikada yenidən onları apardılar, göndərdilər diaqnostikasını etməyə və statistikasını çıxartmağa. Və artıq görüldü ki, bir klinikanın verdiyi nəticə ilə digər klinikanın verdiyi nəticə arasında fərq var.
diaqnozlar arasında fərq var. Yəni əsasən də autizm sindromu, Asperger sindromu və uşaqlığın dezinteqrativ pozuntusu diaqnozları arasında faiz, yəni böyük ölçüdə 60-dan 40%-ə qədər fərqlilik var idi. Sual olunurdu ki, işində bu qədər professional olan mütəxəssislər nə üçün diaqnostikada bu qədər səhvliklər eləyə bilər? Əslində onların malik DSM-4-də geniş yayılmış inkişaf pozuntusu özü 3 demək ki, simptomlar, 3 qrup simptomlar toplusuna görə ayrılırdı. Bu nitq demək ki, ünsiyyət bacarıqlarına, qarşılıqlı əlaqə münasibət bacarıqlarına, bir də məhdud maraq təkrarlanan davranış bacarıqlarına görə bölünürdü. Amma daha sonra bunların arasındakı simptomların oxşar olunduğunu müəyyən olundu və onları autizm spektr pozuntusu çətirinin altına alındı. Sadəcə buradan Rett sindromu çıxarıldı. Bu da genetik bir xəstəlikdir. Komorbid kimi autizm spektr pozuntusu ilə birgə müşahidə oluna bilər. DSM-4-də autizm spektr pozuntusunda tipik, atipik şəklində bölünürdü. Yəni ancaq DSM-5-də autizm spektr pozuntusu və onun komorbid versiyaları. Komorbid versiya nə deməkdir? Autizm spektr pozuntusu ilə birgə müşahidə oluna bilən digər demək ki, sinir inkişaf pozuntuları, psixi pozuntular. Bunlara ən çox eşlik eləyən, yəni yanaşı müşahidə olunan diqqət əksikliyi, hiperaktivlik pozuntusudur, əqli zəka geriliyidir, nitq ləngiməsidir, adaptasiya problemlərdir, motor problemlərdir, OKB-dir, depressiya, təşviş pozuntusu və s. kimi yəni birgə müşahidə oluna bilər. Yəni biz autizm spektr pozuntusu və yaxud da ki, autizm spektr pozuntusu və onun komorbid versiyaları haqqında burada bilgiləndik. Ümumiyyətlə, autizm spektr pozuntusunun günümüzdə rast gəlmə tezliyi 2010-cu ildə statistika aparıldı və qeyd olundu ki, 68 uşaqdan birində, bu da Amerikada müşahidə olundu, amma 2014-də isə 59 nəfərdən birindədir. Azərbaycanda bunun rəsmi statistik göstəricisi yoxdur. Yəni araşdırma verən, məlumat verən yoxdur. Amma Türkiyənin açıqladığı məlumata əsasən 45 uşaqdan birində rast gəlinir. Bu birbaşa həmin ölkələrin sosioekonomik dəyərlərinə görə də müəyyən olunur. Ümumiyyətlə, rast gəlmə tezliyi oğlanlardan demək ki, qızlara 4 dəfədən artıq daha çox rast gəlinir. Bu birbaşa kişi cinsi hormonu testosteron hormonuna əlaqəlidir. Belə ki, testosteron hormonu həm göz kontaktını, həm demək ki, lüğətdə söz ehtiyatının eyni zamanda diqqəti azaldan bir hormon kimi ifadə olunur. Ümumiyyətlə, son günlərdə bu diaqnozun artma səbəbləri bir neçə hallarla müşahidə, yəni izah olunur. Birincisi nədir? Son 20 ilə nəzərən autizm spektr pozuntusu haqqında daha çox məlumat əldə edə bilməyimizdir. Və eyni zamanda daha çox araşdırılıb və kliniki kriteriyalar üzrə, diaqnostik kriteriyalar üzrə daha çox dəyişiklik olunub. Eyni zamanda skrininq vasitələri, həm də ki, diaqnostik vasitələri demək ki, təkmilləşib və insanlara əlçatan olubdur. Və bir digəri isə insanlar arasında daha çox demək ki, məlumatlı olanlar var. Yəni əslində biz baxanda 20 ilə qədər autizm adını eşidən cəmiyyətimizdə o qədər də adam yox idisə, indi hər bir ana təşviş içərisindədir və rutin kontrollara aparır ki, övladını inkişafını dəyərləndirmə olsun, yanaşı gedən hər hansısa bir sinir inkişaf pozuntusu varmı, yoxmu, onu bilmək üçün. Çünki autizm sözündən xəbərdardır. Bir digəri isə ətraf mühit, çevrə faktorlarının dəyişməsidir və ən əsası valideynlik yaşının artması da müşahidə olunur. Belə ki, ümumi götürsək, bizim günümüzdə məlum olan səbəblərdən, yəni diaqnozun artma səbəbinin 50% hələ məlum deyil statistikada. 25% diaqnostik vasitələrin təkmilləşməsidir, 15% insanların daha çox məlumatlanması, 10% isə irəli yaş valideynliklə izah olunur. Burada valideynlik yaşının demək ki, bu diaqnozla birbaşa əlaqəsi haqqında bir statistik araşdırma oldu. Qeyd olunur ki, 1970-ci ildən etibarən kişilərdə ata olma yaşı artıb. Bunun əsas səbəbi də sosioekonomik səbəblərdir. Belə statistik göstəricidə ataların, ümumiyyətlə kişilərin ata olma yaşı 10% azalması, ASP diaqnozunun 26% azalmasına səbəb olur. Amma anaların, qadınlarda ana olma yaşı
10% artması bu diaqnozun 18% artmasına səbəb olur. Bu da ki, cinsi hüceyrələrdə xromosom keyfiyyətinə görədir. Necə ki, erkən yaş dövründə bir qadın nə qədər ki, sağlam uşaq dünyaya gətirə bilmirsə, çünki o xromosom yetişkənlik bir yaşı var, keyfiyyət yaşı var. Eyni zamanda irəli yaş dövrdə də bu demək ki, öz keyfiyyətinin itirilməsi ilə səbəb ola bilir. Bu da ən əsas səbəblərdən biridir. Təbii ki, etioloji faktorlardan, məsələn, bir sıra səbəblər var ki, hamiləlik dövründə demək ki, baş verən infeksion xəstəliklər, ilk trimestr, son trimestrdə olan infeksiya, əsasən də qrip 2% riski artırır. Ana hamilə olduğu dövrdə demək ki, qrip virusuna tutularsa, gələcəkdə uşaq autizm kimi bir sıra sinir inkişaf pozuntularının riskini 2 dəfə artırır. Hamiləlik dövründə anada piyələnmədir, arterial hipertenziya, diabet kimi diaqnozların alması bu riski 42% artırır. Eyni zamanda doğulan vaxtı uşaqlarda hipoksiyanın olması və bu kimi halların olması müşahidə olunur. Eyni zamanda hamiləlik dövründə ananın müşahidə olunmuşdur ki, uzun müddət demək ki, stressdən əziyyət çəkməsi, eyni zamanda bu diaqnozu da artmasına səbəb olur. Eyni zamanda statistik göstərici göstərir ki, qadınların 10% hamiləlik dövründə major depressiyadan əziyyət çəkir və eyni zamanda bu 10% anaların da 10% hamiləlik dövründə antidepressant qəbul edir. Bu dövrdə də bu uşağın inkişafına da birbaşa təsir göstərir. Ümumiyyətlə, autizm spektr pozuntusunun risk qrupları var. Yəni, kimlər risk qrupundadır? Birincisi, böyük bacı qardaşı, ASP diaqnozunu almış fərdlər, prematur uşaqlar, yəni vaxtından çox erkən doğulmuş uşaqlar, müxtəlif uşaqlıq epilepsiyası müşahidə olunan uşaqlar, bir sıra genetik xəstəliklər. Əsasən də biz burada encəlmanla X fracilə baxacağıq. Rett sindromu, Rogers sindromu və yaxud da ki, bir sıra digər inkişaf, yəni sinir inkişaf pozuntusu müşahidə olunan uşaqlar əsasən də diqqət əksikliyi, hiperaktivliyə baxacaq. Müşahidə olunur ki, bu diaqnozun sahib olanların 50% yanaşı ASP-də müşahidə olunur. Bir də ki, erkən yaş dövründə kommunikativ inkişaf pozuntuları göstərən, nitq ləngiməsidir və s. bu uşaqların da risk qrupu daxil ola bilir. Amma hansı şəkildə? Risk qrupdan daxil olan uşaqların, mən burada əsas etibarıyla göstərmək istəyirəm ki, 50% normal olur. Amma 50%-nin 20%-də autizm sindromu təsdiqlənir, digər 30% hallarında da atipik inkişaf edir. Yəni, atipik inkişaf edəndə 15% geniş autizm fenotipidir, 10% nitq ləngiməsi, 5% diqqət əksikliyi, hiperaktivlik, 5% isə ümumi inkişaf geriliyi kimi özünü göstərir burada. Və burada da risk qrupuna daxil olan uşaqlar hər zaman 6-cı, 9-cu, 12-ci, 15-ci və 18-ci aylarında rutin kontrola getməlidirlər. Çünki bunun böyük bacı və qardaşında, məsəl üçün, autizm spektr pozuntusu var və yaxud da ki, böyük bacı qardaşında diqqət əksikliyi, hiperaktivlik pozuntusu var və s. və bu uşaqda, kiçik uşaqlar da həmişə risk qrupunda olmalıdır və rutin kontrollara getməlidir və bu uşaqların 2-3 yaşına qədər hər şey artıq inkar olunmalıdır. Ya diaqnozla təsdiqlənməlidir, ya da inkar olunmalıdır. Ümumiyyətlə, autizm spektr pozuntusu üzrə DSM-4-dən DSM-5-ə fərqləndirən əsas əlamətlərdən biri DSM-5-də demək ki, autizmin səviyyəsini, yəni şiddətini ölçə bilirik, yəni onların mövcud olmasıdır. Dəstəyə ehtiyacı olmasına görə bu səviyyələr özünü göstərir, yəni bildiyimiz yüngül, orta, ağır. Dəstəyə ehtiyacı var, bu yüngüldür. Ciddi dəstəyə ehtiyacı var, bu ortadır və çox ciddi dəstəyə ehtiyacı var, bu ağırdır kimi qiymətləndirir. Dəstəyə ehtiyacı olmaq nə deməkdir? Ünsiyyətə başlamaqda və yaxud da ki, davam etdirməkdə müəyyən qədər dəstəyə ehtiyac var. Yəni, məsəl üçün, bu uşaq ünsiyyətə başlaya bilir, amma davam etdirə bilmir. Minimal biz ona kömək eləyirik, kömək elədiyi halda davam etdirə bilir. Amma ciddi dəstəyə ehtiyacı var halında köməksiz ünsiyyət qarşısında adaptativ davranışlar göstərməyə bilər. Məsələn, biz mövzu ətrafında danışırıq, sual veririk, o başqa bir sujetdən başlayır danışmağa. Amma ciddi formada dəstək olunmalıdır ki, onu mövzuya çəkə biləyim. Amma çox ağırda ümumiyyətlə reaksiya göstərilmir və ünsiyyətdir və bu kimi sosial bacarıqlardır. Bu kimi bacarıqlarda çox ciddi problemlər olduğunu göstərir və bu uşaqların çox ciddi dəstəyə ehtiyacı var.
Ümumiyyətlə, sosial bacarıqlardan ünsiyyət və qarşılıqlı əlaqə dedik ki, bu ünsiyyət özü verbal, bir də non-verbal kimi. Yəni, verbal sözdür bizim nitqimiz, non-verbalda, yəni bizim üz ifadəmizi, jestlərimizi, mimikalarımızı, göz kontaktımızdır, yəni təmasımız aiddir. Qarşılıqlı əlaqə münasibətdə də fikir mübadiləmizdir, zövqlərin mübadiləsidir, demək ki, emosional mübadilədir, paylaşmaqdır, empatiya özünü burada yer alır. Ümumiyyətlə, sosial ünsiyyət və münasibətdə məhdudluqda biz nəyə başa düşməliyik? Göz kontaktı yetərli deyil. Demək ki, jestlərdən, mimikalardan istifadə olunmur və yaxud da az istifadə olunur və yaxud da ki, qarşısındakı istifadə etsə də anlamır. Söz bazası zəngin deyil, özünü ifadə etmək üçün istifadə olunmur. Nitqi inkişaf adətən atipik inkişaf edir. İnkişaf etsə də zövqlərini paylaşmaq üçün inkişaf etmir. Monoloq tipli danışma var. Məsəl üçün, yedi danışır, amma özü üçün danışır, tək danışır. Yəni, dialoq şəklində deyil. Və ən əsaslı, burada nitq nə qədər inkişaf etsə də zövqlərini paylaşmaq üçün deyil. Yalnız ağır ehtiyaclar şəklində, ehtiyacını ödətmək üçün ünsiyyətə keçə bilir. Uşaq həmyaşıtları ilə maraqlanmır, dostluq axtarmır. Ümumiyyətlə, insanlardan daha çox əşyalara maraqlıdır. Eyni zamanda öz maraqlarının uyğun olaraq oyunlar qurur, oyunlar da məhdud olur əslində. Burada ümumiyyətlə yoldaşlıq da axtarmır, empatiyadan, fikir mübadiləsi deyil, digərlər fikri ümumiyyətlə onun üçün önəmli deyil, özünün fikrini paylaşımı da etmir və empatiya burada əslində görünmür. Biz burada əsasən də emosional çərçivədə, demək ki, biz burada yoxsulluq görürük əslində. Ümumiyyətlə, təkrarlanan davranışlarda təkrarlanan əl hərəkətləri, təkrarlanan bədən hərəkətləri, flapping, əsasən də kəpənək şəkilli əl çırpmasıdır. Əlin başın ətrafında, gözün önündə olan hərəkətlərini biz onlarda görürük. Eyni zamanda bu hərəkətlər nə vaxt göstərir? Ya həyəcanlıdır o zamanı, ya sevinir, ya da demək ki, qorxduğu və ya da qəzəbləndiyi bir zamanda onu özünü göstərir. Bədənin irəliyə geri sallanması, bu özünü rahatlatmaq üçün göstərilən olunan bir davranışlardır. Eyni zamanda təkrarlanan davranışlara təkrarlanan nitq, yəni ekolalia da özünü göstərir. Atipik vizual araşdırma, məsələn, hər hansı bir əşyaya baxır, konkretləşdirmək istəyir və yaxud da ki, özünün duysal stimulu axtarmaq istəyir. Əsasən də nəyə rast gəlirik? Əlini günəşin önündə və ya da işığın önündə bu şəkildə baxması. Eyni zamanda əşyalardan təkrarlanan davranışlara təkrarlanan oyunlar da daxildir. Bir oyun stili var və bunu təkrar-təkrar eyni şəkildə edir. Əşyaları düzmək və s. bu şəkildə də ola bilər. Maraq dairəsi zaten məhduddur və o məhdud qaldığı maraq dairəsinin içərisində olduğu üçün təkrarlanan oyun və davranışlar göstərə bilir. Eyni zamanda burada xəyalı oyunlar da yoxdur. Yəni, zənginləşdirə bilmir, asan şəkildə də bunu əldə edə bilmir. Əksərən də bəzilərində xüsusi yaddaş da mövcuddur. Bu nədir? Məsələn, puzzle yığmaqda bir dəfə yolu gedir, yaddaşını da saxlaya bilir, bu kimi. Eyni zamanda rutinlərə də bağlı olur. Çünki autizm spektr pozuntusu diaqnozunu almış uşaqlar təşviş, demək, anksiyete daha çox yatqın olurlar və onlarda rutinlərində hər hansı bir dəyişkənliyin olması onlara artıq dözümsüzlüyünü tolerə edə bilmədiyini əslində göstərə bilir. Ümumiyyətlə, autizm spektr pozuntusunun simptomları uşağın 6-cı ayından etibarən biz onu bilə bilirik. Belə ki, hər bir uşaq doğulduğu gündən, yəni 3-cü, 8-ci həftəyə qədər sosial gülümsəmə var. Sosial gülümsəmə nədir? Gülümsəməyə qarşı gülümsəmə. Amma bu uşaqlarda qeyri-iradidir. Yəni, özü etmədən, yəni özü idarə etmədən gülümsəmə olur. Amma 8-ci həftədən sonra ətrafındakı olan şəxslərə qarşı, yəni kim ki ona yemək verir, kim ki onun altına dəyişir, kim ki ona baxım verir, gülümsəyənə qarşı gülümsəyir. Amma bu iradi şəkildə olur 8-ci həftədən sonra. Uşaqlarda 6-cı ayına qədər bu inkişaf etməlidir. Əgər inkişaf etmirsə, bu bizim üçün bir alarm olmalıdır. 6-cı ayında ASP simptomları nələrdir əslində? Sosial gülümsəmənin olmaması, ətrafına qarşı dərin təbəssümün olmaması, ətrafındakı insanlarla maraqlanmaması, ətrafındakı olan səslərə qarşı maraqlanmaması, reaksiya verməməsi, eşitməsi normaldır, amma reaksiya vermir. Və eyni zamanda jestlərdən istifadə etməməsi, qığıldamaması, özünə məxsus səslərin çıxartmaması. Məsəl üçün, deyilir ki, qığıldayır, amma nə
zaman qığıldayır? Ehtiyacların ödənməsi üçünmü, yoxsa əylənib oynaya bilməsi üçün? Adətən ehtiyacların ac olanda və yaxud da ki, altı ıslaq olanda və s. bu şəkildə qığıldayır, ifadə etmək istəyir, ünsiyyətə keçmək istəyir, çünki ehtiyacı var. Amma sevindiyini, zövqlərini paylaşmaq üçün qığıldamır və yaxud da demək ki, özə məxsus səslər çıxartmır. 9-cu ayda nədir? 9-cu ayda da 6-cı ayda sadaladığımız simptomlardan əlavə, ümumiyyətlə, əsasən də ünsiyyətdə non-verbal nitqinin, göz kontaktının, adına reaksiyanın olmaması, eyni zamanda barmaqla işarə etməsi, bu kimi əl hərəkətləri, sağollaşması, əlini verib salamlaşması, insanlarla ünsiyyətə keçmək istəməməsi, dərin təbəssümünün olmaması, bu dövrdə əsasən təkrarlanan davranışlar var. Adətən 9 aylı uşaqlardan əməkləmə ərəfəsində olduğu üçün ətrafında dönmək kimi bunu göstərə bilirik və eyni zamanda 9 aylı uşaqlar əsasən maraq dairəsi biraz zəngin olur. Maraq dairəsi nə qədər zəngin olsa da, məsələn, böyük bir hissənin kiçik bir hissəsi ilə oynayır. Məsələn, maşının təkərlə oynayır və bu uzun müddət davam edir. Bu şəkildə göstərir. Ümumilikdə, demək ki, erkən yaş dönəmində anaları narahat edən simptomlar var ki, hamı ümumi bir dillə deyir ki, övladım mən erkən yaş dönəmində elə bilirdim ki, eşitmə əngəllisidir, kardır, eşitmir. Yəni, bu kimi simptomları var. Deyir ki, üz ifadələrini istifadə edə bilmir, emosiyalardan istifadə edə bilmir, başa düşmür, tək başına oyun oynayır, digərlərinə sosiallaşa bilmir, dostlaşa bilmir, sallanma, dönmə kimi təkrarlanan davranışları var, rutinlərə çox bağlıdır. Ekolaliya, yəni söz və cümlələrin təkrar etməsi var. Oyuncaqlardan məqsədlərinə uyğun istifadə eləmir. Məsələn, bir oyuncağın məqsədi, funksiyası başqadırsa, məsələn, bu fırlama üçün daha çox istifadə edir. Yəni, fırlanan əşyadır, fırlanan əşyadan əlavə bir əşya ki, fırlamaq üçün uyğun deyil, amma o çalışır ki, onu fırlatsın. Bizim indi erkən müdaxilədən biz danışacağıq. Təbii ki, bizim və biz burada neuroplastikliyə toxunacağıq. Belə ki, biz autizm spektr pozuntusu, ümumiyyətlə, sinir inkişafı pozuntularından biz əgər danışırıqsa, biz erkən müdaxilənin vacibliyindən mütləq şəkildə danışmalıyıq. Belə ki, neuroplastiklik nədir? Neuroplastiklik beynin ətraf mühitlə və fərdin qazandığı təcrübələrə uyğun olaraq əlaqələrini yenidən formalaşdıra bilmək bacarığıdır və intensivlik yaşına əlaqə edir. Bunu izahını eləyəcəyik. Məsələn, 50 yaşında bir şəxs toxumağı öyrənə bilərmi? Təbii ki, öyrənə bilər. Çünki insan doğulduğu gündən, demək ki, ölənə qədər beyin hüceyrələri daim aktivdir, işləyir, intensivliyi fərqlidir və buna görə biz əgər intellektual səviyyəmiz və s. normadadırsa, istənilən bacarığı əldə edə bilərik. Amma əldə etmə şəklimiz tamamilə fərqlidir. Amma 30 yaşında şəxs, 50 yaşında şəxsdən daha erkən öyrənə bilər toxumağı və yaxud da ki, hər hansı bir xarici dili öyrənməyə, velosiped sürməkdir. Yəni, istənilən bacarığı əldə etməyi erkən yaş dönəmdə daha yaxşıdır. Belə ki, bizim beynimiz sinir hüceyrələri neyronlardan ibarətdir ki, məlumat, impulslar şəklində bir neyrondan digər neyrona ötürülür. Və neyrondan neyrona ötürülməsi sinapslar şəklində baş verir. Ümumiyyətlə, bu sinapslar olmalıdır ki, məlumat daha aktiv formada ötürülə bilsin. Eyni zamanda, məsələn, biz danışırıq, biz eyni zamanda, məsələn, biz həm göz kontaktı qururuq, həm də siz mənim səsimi eşidirsiniz. Səsimizi eşitdiyimiz zamana, demək ki, eşitmə sinir hüceyrələri ilə, demək ki, görmə sinir hüceyrələri informasiyaları götürür, xüsusi mərkəzlərinə aparır və onlar arasında əlaqə saxlayaraq məlumat tamamlanır. Siz mənə həm görərək, həm üz ifadəmi və s. beyninizə tamamlayırsınız. Bu neyronlar eyni zamanda, demək ki, mərkəzlər arasındakı funksiyaların bərabərləşməsi birgə fəaliyyəti nəticəsində meydana çıxır. Ancaq təsəvvür edin ki, autizm spektr pozuntusunda müəyyən mərkəzlər və sinir hüceyrələri arasında o sinapslar yoxdur və məlumat ötürülə bilmir, tamlığını qoruya bilmir. Ona görə də, məsələn, görsəl informasiyanı, eşitsəl informasiya öz tamlığını qoruya bilmir və müəyyən yerlərdə bu kimi, demək ki, problemlər meydana çıxır. Amma erkən müdaxilə nə deyir? Erkən müdaxilə nə qədər ki, erkən yaşda sinapslar arasındakı bu patologiyasına olmasına baxmayaraq, bu müdaxilə ilə yeni təcrübə qazanaraq o alternativ neyron hüceyrələri qazana bilərik.
Məsələn, 3 yaşına qədər bir uşaq bir bacarığı bilmir. Amma biz onu maraq dərəsinə girərək və s. təcrübə qazandıraraq o bacarıq əldə olunur. Demək ki, alternativ bir neyronlar arasında sinaps qurula bilibdir. Bunu tamlığını qoruya bilməsək də qurulubdur. Və bu birbaşa neyroplastikliklə, yəni beynin daha çox plastik olmasına əlaqəlidir. Necə ki, 50 yaşında bir şəxs bu bacarığı, məsələn, xarici dili öyrənməyi 2 ilə öyrənə bilirsə, 30 yaşında şəxs 1 ilə öyrənə bilir, 14 yaşında olan şəxs 6 ay öyrənə bilir. Yəni, yaş azaldıqca öyrənmə tezliyimiz daha çox artır. Bu da beynin plastikliyi ilə əlaqəlidir. Eyni zamanda erkən müdaxilə neyroplastikliklə ölçüldüyü halda müəyyən oldu ki, 3 yaşa qədər öz aktuallığını qoruyur və 3 yaşa qədər erkən müdaxilə etdikdə biz nəyə qazanırıq? Autizm spektr pozuntusunu, simptomlarını, demək ki, biz zəiflədə bilirik, düzdür, silibəndən danışmırıq, zəifləyir. İkinci olaraq, alternativ ünsiyyət bacarıqları inkişaf olunur. Üçüncü olaraq da qavrama bacarıqları artır və dördüncü olaraq da qazanılmış bacarıqlar uzun müddətli olaraq demək ki, əldə olunur. Eyni zamanda autizm spektr pozuntusunda biz sosial motivasiya hipotezindən danışacağıq ki, belə ki, uşaqların məhdud maraqları olduğu üçün dərin təcrübələr qazana bilmir. Bu məhdud maraqların olması sosial marağın azalmasına və bu da sosial təcrübənin azalması ilə sosial öyrənmə, yəni qavrama imkanlarının azalması və yekunda sosial məlumatları işləyən beyin funksiyalarının mərkəzlərin fəaliyyətlərinin məhdudlaşması ilə nəticələnir. Biz erkən müdaxilə edərək uşağın sosial marağın azalmasını artırmalıyıq ki, daha çox təcrübə qazana bilsin. Bu da öyrənmə ilə əlaqəlidir və bu yekunda həmin beyin mərkəzlərinin fəaliyyətinin artması ilə birgə əlaqəlidir. Eyni zamanda bir uşaq, yəni tipik bir uşaq sosial öyrənməsinə görə, öz-özünə öyrənə bilməsinə görə, ortaq diqqətini formalaşdırmasına görə, təqlidi bacarıqlarını inkişaf etdirməsinə görə, zamana görə əldə etdiyi bacarıqları normaldır. Yəni, bu göy xəttə olan normal inkişaf göstərən uşağın bacarığıdır. Yəni, zamana görə bacarıqları artır, düz mütənasibdir. Amma autizm spektr pozuntusu ilə gedən inkişaf, bu yaşıl xətt kimi, ox kimi, zamana görə əldə olunmuş bacarıqların sayı azalır. Niyə? Çünki ortaq təqlid yoxdur, yəni ortaq diqqət yoxdur, təqlidi bacarıqları yoxdur və bu uşaqlarda öz-özünə və sosial öyrənmə ilə bacarıq əldə edə bilmir. Erkən müdaxilə amma göstərir ki, biz bu uşağa kömək etməklə bacarıqlarını zamana görə artıra bilirik. Belə ki, düzdür, uşağın bacarıqını normal inkişaf edən uşağın bacarığına üst-üstə düşməyəcək, ancaq özü müstəqil şəkildə xaricdən ehtiyacı olan demək ki, yardımın miqdarını azaltması ilə müşahidə olunacaqdır. Ümumiyyətlə, günümüzdə autizmda bəzi miflər var ki, biz bunları ümumiyyətlə yox etməliyik beynimizdə. Birincisi, autizm xəstəlik deyil, ikincisi, müvəqqəti deyil. Bayaqlam dediyimiz kimi, xroniki gedişata malikdir. Düzdür, günümüzdə autizm spektr pozuntusunun zəiflədim, yəni çox görünməz halda zəifləməsi müşahidə oluna bilər. Bu kimlərdə var? Erkən diaqnostika almış, erkən müdaxilə almış uşaqlarda, sosial-ekonomik düzəni yaxşı olan ailələrdə, eyni zamanda ki, ASP-nin şiddəti yüngül olsa əgər, bu görünməz halda demək ki, yox ola bilər. Autizm yoluxucu deyil, autizma peyvəndlər səbəb olmur, autizma valideynlik tərzi səbəb olmur. Yəni, səhlakar valideynlər ekranın qabağında qaldı, uşaq autizm diaqnozunu aldı, belə bir fikir yoxdur. Bir də autizm yetkinlik dövründə itmir. Yekun olaraq, mən sizə bildirmək istəyirəm ki, autizm spektr pozuntusu diaqnozunu gözləmək deyil, əgər şübhəniz var ki, uşağın inkişafında problem var, siz artıq diaqnozun təsdiqləməsi düzdür. Müəyyən qədər zaman ala bilər, siz vaxt itirmədən erkən müdaxiləni aparmalısınız. Çünki uşağın itirdiyi hər dəqiqə uşağın bacarıqlarının əksilməsi ilə müşahidə olunur ki, bu bəzən geriyə bərpa olunmur. Bu zaman diaqnozun təsdiqləməsini gözləmək deyil, müdaxiləyə başlamaq lazımdır. Bu bizim rəsmi səhifənin QR kodudur, istəsəniz onu demək ki, çəkə bilərsiniz. Ümumiyyətlə, diqqətiniz üçün təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Thank you.